Marneolidə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə Zəfər gününə həsr olunmuş Yunan-Roma güləşi üzrə yeniyetmələr arasında turnir keçirilib. Zəfər gününün ruhu güləş xalçasında devizi altında keçirilən turnirin açılışında əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə Azərbaycan Respublikasının Diasporlar İşi üzrə Dövlət Komitəsi sədrinin müavini Vaqif Seyidbəyov, Azərbaycan səfirliyinin müşaviri Kamal Xəlilov və mərkəzin direktoru Murad Muradov çıxış edərək iştirakçıları Zəfər günü münasibəti ilə təbrik edib, gənc idmançılara uğurlar arzulayıblar. Daha sonra turnirdə gənc idmançılar əzmkarlıq, dözüm və vətənpərvərlik nümayiş etdirərək tamaşaçılara unudulmaz anlar yaşadıblar. Bugünkü yarış Zəfər gününə həsr olunub. Çox yüksək səviyyədə yarış keçir. Hal-hazırda məqsəd Yunan-Roma güləşinin bölgədə inkişafıdır. Allahdan şəhidlərimizə rəhmət diləyirik. Bu gəncləri düzgün yetişdirmək, düzgün idmana yönəltmək bizim ən birinci məqsədlərimizdəndir. Yəni məqsədimiz budur ki, idmanı inkişaf etmək, bölgələrdə Yunan-Roma güləşini təbliğ etməkdir. Bugün Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə Zəfər gününə həsr olunmuş Yunan-Roma güləşi üzrə turnir keçirildi klublar arası. Turnirdə Marneolinin müxtəlif kəndlərindən, bölgələrindən gələn gənc yeniyetmə idmançılar yaraşırlar. Yarışmamız klub formatındadır və yarışın sonunda idmançılara, qaliblərə diplomlar və medallar təqdim olunacaqdır. Bu kimi yarışlar həm gənclərimizin milli vətənpərvərlik ruhunda böyümələri üçün zəmin yaradır. Bununla yanaşı gənc idmançılarımızın peşəkar inkişafı və onların peşəkar idmançı kimi yetişmələri üçün müsbət bir şərait yaradır. Turnirin sonunda Qızıl Haclı komandası birinci yerə, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin komandası ikinci yerə, Araflı komandası isə üçüncü yerə layiq görülüblər. Qalib komandaların məşqçilərinə və idmançılara medallar, kubok və diplomlar təqdim olunub.